Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bu gün sizlə 10-cu sinif OTK suallarına baxırıq. 11 may tarixində keçirilibdir bu sınaq. Tarix sualları 2-ci və 3-cü qrup üçün eyni olduğuna görə deməli fərqi yoxdur. Hansına baxırıq? Yəni hər ikisində eyni suallar istifadə olunubdur. Bir də bu 10 və 11-ci siniflərin PDF-ni Telegram kanalından əldə edə bilərsiniz. Onların deməli PDF-ləri qoyulacaq, linki də videonun altında mən qoyacağam. Keçək videoya. 31-ci sualda deyir ki, 15-ci əsrin ilk 10 illiyində Şirvanşahlar dövləti, yəni 1410-cu ilə qədər olmuş hadisələrdən bizdən söhbət gedir. Baxaq variantlara. Dərbəndilər sülaləsi tərəfindən idarə olunmağa başlaması 1382-ci ildir. A variantını çıxardırıq. Teymurun Osmanlı dövlətinə qarşı müharibəsində iştirak etmişdir. 1402-ci ildə İbrahim həmin müharibədə Ankara döyüşündə iştirak etdiyinə görə düzgün cavabımız budur. Səhvləri deyək. Alaşkert döyüşündə Teymurilərlə birlikdə Qaraqoyunlulara qarşı vuruşmuşdur. Ümumiyyətlə Alaşkert döyüşü 1421 olduğuna görə bunu çıxardırıq. Kür sahili döyüşdə Teymurilərə məğlub olmuşdur. Xeyr, 1405-ci ildəki döyüşdə o Teymurilərə qalib gəlmişdir. Ona görə bunu çıxardırıq. Qaraqoyunlu dövlətindən asılılığı qəbul etdi. Qaraqoyunlu dövlətindən də 1412-də baş verən o Kür döyüşündən sonra asılılığı qəbul edibdi. Bu sualda düzgün cavabımız B variantıdır. Keçək ikinci suala 32-yə baxaq. Frank dövləti və Xəzər xaqanlığının oxşar cəhətlərini müəyyən edin. Frank dövləti, Xəzər xaqanlığı. Variantlara baxaq. Roma imperiyası ilə diplomatik əlaqələrin qurulması, bunlardan heç biri, yəni zaman baxımından Roma imperiyasını görə bilmir. Çünki Roma imperiyası 395-ci ildə dağılıbdır. Ona görə bunu çıxardırıq. Eyni əsrdə süqut etməsi. Frank dövləti 843-cü ildə süqut edibdir. Xəzər xaqanlığı isə 965-ci ildə süqut edibdir. Ona görə B variantını da çıxardırıq. Ərəb dövləti ilə müharibə aparması. Frank dövləti 732-ci ildə Poitiers döyüşünü aparıbdır. Xəzər xaqanlığı isə 643-cü ildən başlayaraq təqribən 200 ilə yaxın ərəblərlə döyüşdüyünə görə Z variantını götürdük. Bu arada Xəzər xaqanlığının yaranma ili artıq kitablarda 650 olaraq verilir. Onu da qeyd edeyim. Yəni 643 yazmağıma fikir verməyin. Əvvəl başqa idi onun ili. Poitiers döyüşündə iştirak etməsi isə bu Xəzər xaqanlığının tarixinə aid deyil. Albaniya ilə müharibələr aparması bu Frank dövləti üçün yox, Xəzər xaqanlığı üçün xarakterikdir. Albaniyaya neçə dəfə yürüşləri var idi. 29, 30, 62, 64, 65 aralığında onların yürüşləri var 600-lərdən, 7-ci əsrdən söhbət gedir. Keçdik 33-ə. Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhəti müəyyən edin. Roma ilə diplomatik əlaqələrin saxlanması bu düzgün ola bilər. Həm Atropatena eradan əvvəl 36-cı ildən, həm də Albaniya Roma ilə diplomatik əlaqələr saxlamışdır. Ona görə də A variantını düzgün cavab kimi götürə biləcəyik. Məsələn, Albaniyaya Adrianla olan dostluq münasibətlərini misal çəkə bilərik. Digərlərinin niyə səhv olduğuna baxaq. Yerli hökmdarların adından pullar kəsilməsi yalnız Albaniya tarixinə aiddir. Parfiya dövləti ilə müttəfiq olması yalnız Atropatena dövlətinə aiddir. Makedoniya Əskəndərə qarşı mübarizə aparması heç birinə aid deyil. Çünki bunlar Makedoniya Əskəndərin ölümündən sonra yaranıblar. Selevkid dövlət tərəfindən tutulması isə eramızdan əvvəl 223-cü ildə Atropatena tarixinə aiddir. Ona görə bunu da çıxırıq. 34-ə baxırıq. Cədvəldəki hansı hadisələrin nömrələrinin yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq müəyyən edilir. Mədəniyyət abidələri verib bizə. Deməli, İsmaildə Cavanşir qalasının inşa edilməsi bu 3-7-ci əsr Alban memarlığına aiddir. Əlincə qalasının inşa edilməsi 9-cu əsrə aiddir. Təbrizdə Göy məscid 15-ci əsrə aiddir. Marağa rəsədxanası 1259-71-ci illərdə inşa olunubdur. Yəni 13-cü əsrə aid bir memarlıq abidəsidir. Gülüstan və Buğurt qalaları da 12-ci əsrə aid memarlıq abidəsidir. Ona görə də biz burada ən düzgün Göy məscidi 5-ə gətirməliyik. 5-i də bu Göy məscidin yerinə aparmalıyıq ki, deməli 15 qabağa gəlsin, 12 arxaya getsin, ardıcıllıq gözlənilsin. 1, 2, 3, 4, 5 olsun. Ona görə də burada düzgün cavabımız A variantı. 3 və 5. Uyğunluq pozulmuşdur. İlk dünya səyahətinin baş verməsi Portuqaliya verilibdir. Bu Fernand Magellan olmalıydı. Portuqaliya yox, bura İspaniya yazılmalıydı. Ona görə burada uyğunluq pozulubdur. Qalxan pulu həqiqətən də İngiltərə tarixinə aiddir. 12-ci əsrdə Henrix tərəfindən deməli tətbiq olunubdur. Granada əmirliyi 1492-ci ildə İspaniya tərəfindən işğal edilibdir. Ona görə bunda çıxırıq. Anglikan kilsəsinin yaranması Fransa tarixində yox, deməli 8-ci Henrix tərəfindən İngiltərə tarixinə aiddir. Ona görə 1 və 4-ü götürəcəyik. Augsburg sazişinin imzalanması isə 1555-ci ildə Almaniya tarixinə aiddir. Bu düzgündür. Cavabımız olacaq burada 1 və 4. 36. Mətndə bəhs olunan Səfəvi hökmdarını müəyyən edin deyir. Burada bütün mətni oxumağa ehtiyac yoxdur. Təbələrə qarşı ədalətli siyasət yürüdürdü. Əhalinin ərizə və şikayətlərinə dərhal şahın yanında fəaliyyət göstərən Ədalət Divanında baxılırdı. Deməli, bu ədalətli olan, Ədalət Divanı olan hökmdarımız Şah II. Abbasdır. 1642 66-cı illərdə hakimiyyətdə olmuşdur. Bu sualımızın da cavabı belə. Növbəti suala baxırıq 37-yə.
Yenə mətn verilibdir. Mətnə bu səfər baxmalıyıq. Bizdən hansı şəhər istəyir? 1175-ci ildə Şəmsəddin Eldəniz və xanımı Möminə xatun ölüm xəbərini alan böyük oğlu Məhəmmədcan Pəhləvan Naxçıvana gələrək orduya, xəzinəyə və taxtaca sahib çıxdı. Məhəmmədcan Pəhləvan paytaxtı Həmədana köçürdü. Daha sonra nöqtə-nöqtə qoyulubdur. Bu hissədə şəhərini Ağsungurlilərdən aldı. Bu da təbii ki, Təbriz şəhərindən söhbət gedir. Azərbaycanın və Aranın idarəçiliyi qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslanın iqamətgahı bu şəhərdə yerləşirdi. Bu da Təbriz şəhəri olduğuna görə Təbriz şəhəri də Urmiya gölünün yaxınlığındadır və cavabımız burada 1-dir. Davam edirik 38-ə baxırıq. Deyir, Sacı və Salari dövlətlərindən fərqli olaraq Şəddadilər dövlətinin elədiyi bir iş. Bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Bu Sacı və Salarilərə aiddir. Səlcuq dövləti ilə müqavilə imzalanmışdır. Bu Şəddadilər dövləti üçün əslində xarakterikdir. 1054-də o da asılılığı qəbul edibdir. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmışdı. Bu hamısına aiddir. Şirvanşahlar dövlətini asılı hala salmışdı. Bu yenə Sacı Salarilərə aiddir. Paytaxtı Ərdəbildən Təbrizə köçürmüşdü. Bu Ərdəbildən Təbrizə köçürülmə məsələsi Rəvadilər dövləti üçün xarakterikdir. Keçək. 39. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövründə nə olubdu deyir bizə. Xan sülaləsi eradan əvvəl 206-cı ildə gəlibdir. Bizim eranın 204-cü ilinə qədər hakimiyyətdə qalıblar. Koreyanın işğal edilməsi onun üçün düzdür. Koreya və Vyetnamın bir hissəsini işğal eləmişlər. Vuruşan Paşalılar dövrünün başlaması eradan əvvəl 4-cü əsrdir. Bu heç bir sülalənin dövrünə hələ ki düşmür. Çinin ilk dəfə vahid dövlətdə birləşdirilməsi bu da Sin Şixuandi, yəni Sin sülaləsi üçün xarakterikdir eramızdan əvvəl 221-də, ona görə bunu da keçirik. Sin səddinin inşasına başlaması eradan əvvəl 214-dür. Bu da yenə Sin sülaləsi üçün xarakterikdir, çıxırıq. Dəmir emalının başlaması isə eradan əvvəl 6-5-ci əsrlərdə təqribən. Bu da heç bir sülalənin dövrünə düşmür. Ona görə davam eləyək. Elə 40-cı suala baxaq buradan. Azərbaycanın 7-9-cu əsrlər tarixi üçün səciyyəvi idi deyir. Albaniyanın yeni sülalə tərəfindən idarə edilməyə başlaması 630-da Mehranilər gəldiyinə görə biri götürə bilərik. Şərti torpaq sahibliyinin mövcud olması bu da düzdür. Ümumiyyətlə həm Sasanilər tərəfdən olsun, həm Ərəblər tərəfdən olsun, yəni Xostak ya da İqta şərti torpaq sahibliyi qalmışdı. Ona görə Azərbaycanın 7-9-cu əsrindən baxırdıq. 1-i və 2-ni götürdük. 3-ə baxırıq. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması bu 510-cu ildədir. Mömin Vaçaqan gedib hakimiyyətdən 7-9-a düşmür. Məzdəkilər hərəkatının baş verməsi isə 481-529-dur. Bu da həmin dövrə düşmür. Deməli düzgün cavabımız 1 və 2-dir. Buradan 43-ə baxaq. Qədim Romanın eradan əvvəl 5-ci əsr tarixinə aiddir. İşğalçı müharibələrin başlaması sözü səhvdir qədim Romanın tarixi üçün. Eradan əvvəl siz bilirsiniz ki, 3-cü əsrdə ilk dəfə İtaliya ərazisini tabe eləyiblər. Yəni bu tam olaraq 5-ci əsrə oturmur. Əsasən yəni işğalçılıq oradan qeyd olunmağa başlayır kitabda. Aqrar qanunların verilməsi bu qardaşların keçirdiyi Tiberi Qraq Qayqıraq qardaşlarına aiddir. Eradan əvvəl 2-ci əsrə düşür, 133-123-cü illər, ona görə bunu çıxırıq. Respublika dövrünün başlaması eradan əvvəl 509-6-cı əsr olduğuna görə bunu da çıxmalıyıq. 12 lövhə qanunları həqiqətən eradan əvvəl 5-ci əsrdir. Bu bizim düzgün cavabımız olacaq. Plebeylərin tam hüquqlu vətəndaşlara çevrilməsi isə bu daha çox onlar arasında gedən mübarizənin sonuna doğru hardasa baş vermiş bir hadisədir. Təqribən 3-cü əsrə düşür bu hadisədə, ona görə bunu da çıxırıq. 44-ə baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Səfəvilər dövlətini verib. Deməli 16-cı əsrin ikinci yarısını verib, bir də 17-ci əsrin birinci yarısını veribdir. Baxırıq. Yəni 1550-dən sonranı və 1600 ilə təqribən 1650 aralığında olmuş hadisələri bizdən istəyəcək. Dövlətin inzibati cəhətdən bəyliklərə bölünməsi bu elə Səfəvilər dövlətinin bütün mövcudluğu dövründə olmuş bir şeydir. 3-ə A yazırıq. 3-ə A olmayanları dərhal ixtisar eləyirik. Bir dənə variantda yox idi. Tamğa vergisinin mövcud olması. Tamğa vergisi 1565-də ləğv olduğuna görə deməli bu 16-cı əsrin ikinci yarısında mövcud olub. 1-ə B-dir. 1-ə B olmayan variantları da ixtisar eləyək. Aha. Davam eləyək. Dövlətin paytaxtının köçürülməsi. Deməli elə iki paytaxt köçürməsi var. Biri Qəzvinə, biri də İsfahana. Biri 1555-dir, biri də 1598-dir. Yəni C variantı da avtomatik olaraq 1-ə getməlidir. 1-ə BC olanda bir dənə variantımız var. D variantı. Düzgün cavab bu olacaq. Davam eləyək. Şah II Abbas tərəfindən idarə olunması bayaq da dediyim 1642-66 olduğuna görə bu 17-ci əsr tərəfə düşür. 2-yə D. Sufyan döyüşünün baş verməsi də Sufyan döyüşləri həm 1585-də var, burada Səfəvilər məğlub olub, həm də 1605-də var, burada Səfəvilər qalib gəlib. Ona görə Y də ortaq olacaq. Düzgün cavabımız D variantı. 41-ə baxırıq. Deməli İstanbul müqaviləsinə görə 1724-də bu siz bilirsiniz ki, Ruslar və Osmanlılar Azərbaycanı bölübdür. İndi baxaq. Səfəvi dövləti ilə Osmanlı arasında imzalanması səhvdir.
bu Kirmanşaha aid olardı həmin dövr üçün. Rusiyanın Xəzəryanı vilayətləri tamamilə tərk etməsi bu daha çox 1735-də Gəncə müqaviləsinə düz gələr. Bunda çıxırıq. Kürdən cənubdakı Xəzəryanı torpaqlarının Səfəvilərə qaytarılması. Bu daha çox Rəşd müqaviləsinin şərtinə yaxındır. Ona görə bunu da çıxırıq. Araz çayının Səfəvilərlə Osmanlılar arasında sərhəd xəttinə çevrilməsi bu 1732 Kirmanşaha daha uyğundur. Kirmanşah da yazaq qarşısına. Deyində çıxaq. Azərbaycanın böyük bir hissəsinin Osmanlılara verilməsi bu düzgündür. Ruslar və Osmanlılar imzalayıb, böyük bir hissəsi Ruslara, böyük bir hissəsi də Osmanlılara çatıbdır. 42-ci suala baxırıq. 4-cü Səhli yürüşünə aiddir deyir. 4-cü Səhli yürüşü 1202-1204-cü illərdir. Daha çox Konstantinopolla bağlı hadisədir. İndi baxaq variantlara. Konstantinopol şəhərinin dağıntılara məruz qalması ilə düzgün cavab bu gəldi. Xristian kilsəsinin parçalanması ilə nəticələnməsi. Xristian kilsəsi çoxdan parçalanmışdı 1054-dəki hissəyə. Səlcuq imperiyası tərəfindən məğlub edilmələri. Xeyr, artıq burada Səlcuqların necə deyim, bu Sultan Səncər 1118-1157-ci illərdə hakimiyyətdə olub və Səlcuq imperiyası artıq dağılıbdır. Yəni 1157-dən sonra imperiya sözü heç düz deyil. Qüds şəhərinin müsəlmanlar tərəfindən geri qaytarılması 1187-ci il Təbəriyə döyüşünə aiddir. Bunda məsələyə əlaqəsi yoxdur. Bizansın xaççılara yardım etməməsi nəticəsində uğursuzluqla nəticələnməsi bu belə deyil. Burada cümlə yəni uyğunsuz yazılıbdır. Əksinə Bizans yürüşə məruz qalan tərəflərdən biri idi. Bu daha çox digər səlb yürüşlər üçün xarakterik ola bilər. Yəni 4-cü yürüşdə zaten Bizansın özü məruz qalıbdır. 45. Ərəb dövləti Əməvi və Abbasi xəlifələrin dövründən fərqli olaraq ilk xəlifələr dövründə, yəni 632 və 661 aralığında olmuş bizdən hadisəni istəyir. İndi baxırıq. Xəzərlərlə mübarizə aparmışdı və deyir ki, digərlərində də olmasın. Xəzərlərlə müharibə bayaq da dedik, çox uzun müddət davam etdiyinə görə istər-istəməz digərlərinə keçir. Yəni hətta Əməvilərə də keçir, Abbasilərə də keçir. Çünki çox uzun müddət gedibdir. Albaniya dövləti ilə diplomatik münasibətlər yaratmışdı. Bu 667-670-ci illərdə xəlifə Muaviyyədir. Ona görə bunu da çıxırıq. Yəni xəlifələr deyil. Sasani dövlətinin süquta uğradan 651-dir. Bu həqiqətən ilk xəlifələrin dövrüdür. C-ni bura yazırıq. Burada 632 qeyd eləməyimin səbəbini də deyim sizə. Yəni Peyğəmbərin dövrü ilk xəlifələr dövrü sayılmır. Peyğəmbərdən sonraki xəlifələr ilk xəlifələrdir. Ona görə 632 yazılıb. Cəbəli Tariq boğazını keçirək Avropaya yürüş etmələri 711-də Cəbəli Tariq boğazındaydılar. Bu Əməvilərə düşür. Frank dövləti ilə müharibədə bayaq da dedik ki, 732-dir. Bu yenə Əməvilərin dövrünə düşür. Davam edirik. 46-cı sual. Azərbaycanın 18-ci əsrin son rübü tarixinə aiddir. Burada bizdən ya 1796-cı ildə rusların gəlməyini istəyə bilər, ya da 1797-ci il Qacarın yürüşü ilə bağlı ola bilər bu sual. Çünki yəni bu ən xarakterik hadisələr həmin dövr üçün bunlardır. İndi baxırıq. Rusiya imperiyasının hücumlarına məruz qalması. Rusiya həqiqətən də həmin vaxt imperiya idi 1721-dən və Yekaterinanın vaxtında 1796 yürüşə məruz qalmışıq general Zubovun başçılığı ilə. Səfəvi Osmanlı müharibəsinin davam etməsi, bu dövrdə Səfəvi Osmanlı müharibəsi yoxdur. Kapitalist istehsal münasibətlərinin mövcud olması, bizdə kapitalist istehsal münasibətlər 19-cu əsrin ikinci yarısından başlayıbdır. Əfşarlar imperiyasının tərkibində olması, Əfşarlar imperiyası Nadirinin ölümündən sonra 1747-ci ildən sonra yoxdur. İlk müstəqil Azərbaycan xanlığının yaranması isə 1743-cü ildir. Bu da həmin dövr üçün xarakterik deyil. Son rüb deyəndə, yəni bizdən 1775-dən sonranı istəyirdi. Yəni bundan sonra olan hadisələri istəyirdi. 47-yə baxırıq. Daş dövrünə aiddir. Siklopik qalaların inşa edilməsi erkən tuncdur. Bu daş dövrü deyil. Xış əkinçiliyinin yaranması yenə erkən tuncdur. Bu da daş deyil. İlk sənətkarlıq sahələrinin yaranması neolit olduğuna görə bu daş dövrünə düşür. Boyalı qabların hazırlanması bu orta tuncdur. Ona görə D-ni çıxardırıq. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi bu da yenə orta tuncdur. Yaranması deyil, müstəqil sahəyə çevrilməsi deyir. Ona görə bunda çıxırıq. Cavabımız olur C. Sonra 1-ci Rus-Qacar müharibəsini verib bizə 50-ci sualda. İndi deyir uyğunluğu tap. Birincidə yazıb ki, Rus qoşunları məğlub olsun. İkincidə yazıb ki, Qacar qoşunları məğlub olsun. Baxırıq. Qarababa döyüşündə həqiqətən Rus qoşunları məğlub olub. Qanıq döyüşü isə 1-ci Rus-Qacar müharibəsinə aid olmadığına görə B-ni çıxardıram. Və Sultanbud döyüşünə baxıram. Burada da həqiqətən 1812-də Rus qoşunları məğlub olub. Deməli Qarababa 1809, Sultanbud 1812. A-la C 1-ə gedəcək. A-la C-nin olduğu bir dənə variant var zaten. Aha, A da var. 2 variant var, tələsməyək. Keçək bu tərəfə baxaq. Cavanbulaq döyüşü, Qacarlar məğlub olubmu? Cavanbulaq döyüşü 1-ci Rus-Qacara aid deyil. Bunu çıxardaq. Aslanduz döyüşündə həqiqətən məğlub olublar. 1812-də 1-ci Rus-Qacara düşür. Bayat savaşı isə ümumiyyətlə Rus-Qacar müharibələrinə aid deyil. 1748-ci ildir. Deməli 1-ə AC, 2-ə B olacaq. Düzgün cavabımız isə A.
51-ə baxırıq. Salari hökmdarı Mərzban ibn Məhəmməd və Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətinə aid ümumi cəhət deyil. Öz dövlətlərinin qüdrətli hökmdarları olmaları, bu düzdür. Azərbaycan ərazisini vahid dövlətdə birləşdirmələri, bu gözdəsin. Şərqi Gürcüstanı tabe etmələri, hər ikisinin Şərqi Gürcüstana yürüşləri var. Qanunnamə tərtib etmələri, düzdür, hər ikisinin qanunnaməsi var. Yeni dövlət yaratmaları, Uzun Həsən yaradıbdır. Mərzban ibn Məhəmməd də yaradıb Salari dövlətini. Azərbaycan ərazisinin vahid dövlətdə birləşdirməsi isə yalnız Salarilərə aiddir. Uzun Həsəndə vahid dövlətin yaradılması, yəni Şirvanşahların tabe edilməsi hissəsi qeyd olunmayıbdır. Ona görə düzgün cavab B-dir. 48-ə baxırıq bu bir hissədən. Teymurilər dövlətinin hökmdarlarını istəyir bizdən, uyğunluq düz olsun deyir. Qaraqoyunlu dövlətinin aslı salınmasını Əmir Teymura veribdir. Deməli, Əmir Teymur həyatda olanda, yəni 1405-ci ilə qədər Qaraqoyunlu dövləti olmayıbdır. Ona görə də bunu bu hissədən çıxardırıq. A variantını, yəni atmalıyıq. Qızıl Ordu dövlətinin məğlub edilməsi 1395 Teymura aiddir. Terek döyüşünü götürə bilərik. B variantı. Əlincə qalasının fəth edilməsi də Teymurun sağlığında olub 1400-də. Deməli, birinci hissədə olmalı bizim cavabımız B və C. İkinci hissəyə baxaq. Şahrux. Osmanlı və Qızıl Ordu dövlətləri ilə normal münasibətlərin qurulması düzdür. Qaraqoyunlularla Herat müqaviləsinin imzalanması bu deyil. Bu daha çox Əbu Səidə xarakterikdir. Cahanşahla imzalamışdı o. Dövlətin əvvəlki qüdrətinin yenidən canlanması bu da Şahruxun dövründən götürülə bilər. BC, AC. Düzgün cavabımız Y variantı. 52-yə baxırıq. Manna dövlətinin mövcudluğu dövrünə aiddir. Manna dövləti 9-cu əsrdən, eramızdan əvvəl 9-cu əsrdən, eramızdan əvvəl 590-cı ilə qədər mövcud olubdur. İndi isə suala baxaq. Kutilərin Akkad dövlətinin varlığına son qoyması eradan əvvəl 22-ci əsrdir. Bunu çıxardırıq. İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsrdir. Bu bizim düzgün cavabımızdır. Əhəməni dövlətinin yaranması eradan əvvəl 550-ci ildir. Bunu çıxardırıq. Midiya dövlətinin süqut etməsi yenə elə eradan əvvəl 550-dir. Çünki Midiya gedir, yerinə Əhəməni gəlir də. Çıxardırıq. Şumer şəhər dövlətlərinin yaranması eradan əvvəl 4-3-cü minilliklərə təsadüf eləyir. Bu da həmin dövrdən çox uzaqdır. Davam edək, 49-a baxaq. Göstərilən döyüşlər aiddir. Sərdurud, Əsəd, Alaşkert, bu da təbii ki, Qaraqoyunlu tarixinə aid döyüşlərdir hamısı. 53-cü sual, artıq açıq suallara çatdıq. Səbəb nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin deyir. 30 illik müharibə Avropada dini müharibələrin başa çatması bir düzdür. Reconquista hərəkatı 11-15-ci əsrlərdə olubdur. Qeyd eləyək. Protestantların din azadlığının rəsmən tanınması. Bu Reconquista hərəkatının nəticəsi deyil. Bu reformasiya ilə bir balaca əlaqədardır. Reconquista nədir onu da deyim. İspaniyadan müsəlmanların yəni qovulmasıdır. Xaç yürüşü kimi bir şeydir. Ona görə ikini çıxırıq. Almaniyada kəndli müharibəsi feodal qaydalarının daha da sərtləşməsi 1524-25-ci illərdə olub və həqiqətən də Thomas Münster məğlub olandan sonra qaydalar daha da sərtləşib. 1-3. 4-ə baxırıq. 100 illik müharibə 1337-1453-cü illəri əhatə edir və deyir ki, İngiltərədə Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 100 illik müharibənin Tudorların hakimiyyətə gəlməsi ilə əlaqəsi yoxdur. Onlar 1455-85-ci illər elə bil ki, Ağ Qızılgül müharibələrindən sonra hakimiyyətə gəliblər. Yəni buna görə bu səhvdir. 56-ya baxaq. Qutlu xanın Çin əsarətinə qarşı üsyanı bu ikinci Göytürkü deyir. 682. Kürşadın başçılığı ilə üsyan 639. Qərbi Roma İmperiyasının süqutu 476. Ərəb zülmünə qarşı Xürrəmlər hərəkatı 778-də başlayıbdır. Deməli biz başlamalıyıq 3 ilə, gəlməlidir 2, sonra 1, sonra da 4. Cavabımız olmalıdır belə. Keçək, 54-ə baxaq. Uyğun variantları seçin deyir. 5 dənə variant verilibdir. Səfəvilər Ankara döyüşündə deyir Osmanlı ilə döyüşüb. Xeyr, Teymurilər döyüşübdür. Biri çıxardırıq. Qəznəlilər Dəndənəkan döyüşündə Səlcuqlarla döyüşüb. Bəli, Minqıqda döyüşübdür. Bunu götürürük. Ərəblər Poitiers döyüşündə Xəzərlərlə döyüşüb. Xeyr, bayaq da dedik, Franklarla döyüşüb. Çıxardırıq. Fransa Azincourt döyüşündə İngiltərə ilə döyüşüb. Bəli, 1415-də döyüşübdür. Bu 100 illik müharibənin gedişindədir. 2, 4. Ərəblər Bələncər döyüşündə Sasanilərlə döyüşüb. Xeyr. Bələncər döyüşləri yenə təkrar sualdır. Xəzərlərlə idi. Ona görə bunu da çıxırıq. Cavabımız olur 2-4. 57-yə baxırıq. Uyğunluğu müəyyən edin. 3 dənə variant verilib. Yəqin ki, qarşısına 3 hökmdar qoyacağıq. Bolqarıstanın fəthini başa çatdıran 1396-cı ildə 1-ci Bəyazid idi. 1-ə Y. Misir Məmlük Sultanlığına son qoyan 1518-ci ildə 1-ci Səlim idi. 2-yə A. Deməli A-nı işlətdik, Y-ni işlətdik.
Ağqoyunlularla sülh müqaviləsi imzalayan Mehmet idi. 1461-ci ildə imzalayıbdı. C-ni də bura qoyaq. Deməli variantlarda bizim üçün Orxan Qazi və 1-ci Murada aid ifadələr yoxdur. Davam edək. 55. Əraziləri xəritədə fərqləndirilmiş xanlıqların ümumi cəhətlərinə aiddir. Xəritədə bizə verilibdir İrəvan xanlığı və Qarabağ xanlığı və ümumi cəhət istəyir. Əfşarlar tayfası tərəfindən yaradılması. İrəvan xanlığı üçün xarakterik olsa da, bu Qarabağ xanlığı üçün xarakterik deyil. Yəni İrəvan xanlığında Mir Mehdi xan Əfşar var idi. Bunu biri çıxardaq. Şəki xanlığına qarşı ittifaqda iştirak etməsi. Bu Qızılqayanı deyir. Qızılqaya 1752-ni deyir. Qarabağ və Naxçıvan həmin ittifaqda olub. Qarabağ, Qaradağ, Gəncə, İrəvan, Naxçıvan bu xanlıqlar olubdu. Kim götürür? Quba xanlığına birləşdirilməsi yanlışdır. Qubanın Qarabağa yürüşü var, amma uğurlu alınmayıbdı. İki hakimiyyətliliyin mövcud olması bu xanlıqlardan heç biri üçün xarakterik deyil. Çuxurçat bəylərbəyliyin ərazisində yaradılması isə hər iki xanlıq üçün xarakterikdir. Cavabımız olacaq 2 və 5 bu sualda. Situasiya olan hissəyə keçirik yavaş-yavaş. Fətəli xanın 18-ci əsrin 60-cı illərində bu xanlığın Quba xanlığına birləşdirmək istəyirdi. Bu xanlığın mərkəzi ölkənin liman və xarici ticarət mərkəzlərindən biri idi. Liman dediyinə görə artıq biz burada söhbətin Bakıdan getdiyini anladıq. Xanlıq iqtisadi əhəmiyyətinə baxmayaraq hərbi cəhətdən güclü deyildi. Bu qonşu xanlıqların hücumlarına şərait yaradırdı. Ona görə də bu xanlığın əhalisi Quba xanlığına birləşməklə şəhərin daha yaxşı müdafiə olunacağına ümid edirdi. Əhali həm də Fətəli xanın sənətkarlıq və ticarətin inkişafını himayə etdiyini bilirdi. Buna görə də öz xanlıqlarının Quba xanlığına birləşdirilməsinə tərəfdar idi. Verilmiş mətndə hansı xanlığın birləşdirilməsindən bəhs olunduğunu, təbii ki, Bakı xanlığı və bu xanlığın neçənci ildə Quba xanlığına birləşdirildiyini yazın. 1767-ci ildə birləşdirilibdir. Tarixi biliklərinizə əsasən Fətəli xan mətndə bəhs olunan xanlığı birləşdirərkən hansı siyasətdən istifadə etmişdir? Təbii ki, nicah diplomatiyası. Bunu da hamınız bilirsiniz. Diplomatiyası. Növbəti sual. Tarixi biliklərinizə əsasən Qubalı Fətəli xanın fəaliyyətinin mənbədə göstərilməyən daha iki sahəsini qeyd edin. Aha. Elə bil mənbədə birləşdirmə siyasətindən danışıbdı. İndi deyir ki, bu Fətəli xanın başqa hansı sahələrdə yəni tədbirləri var. Konkret demir də, yəni nə ilə bağlı olsun. Önəmli olan siz birləşdirməyə bağlı nümunə yazmayın. Çünki ancaq mətn birləşdirmədən idi. Siz bura vergini qeyd edə bilərsiniz ya da vergi ilə bağlı, məsələn, gördüyü tədbirlərdən hər hansı birini yazmaq olardı. Yenə düzdür, çünki o da onun tədbiridir məntiqlə. Sonra onun köçürmə siyasətinə istinad edərdiniz. O köçürmə də bilirsiniz də, orada bir neçə tayfanı bir yerdən başqa yerə köçürdübdü. Məsələn, Dərbənd Quba tərəfdən aşağıya doğru, sonra aşağıdan yuxarıya doğru köçürmələr var. Orada Şahsevən tayfasının köçürməsi zadı. Yəni onlardan da birini bura qeyd edə bilərdiniz. O da düzgün cavab kimi qəbul olunacaqdı. Ya vergi və köçürmə siyasəti, ya da onların içində olan hər hansı bir sözləri yaza bilərsiniz. Bunlar hamısı Fətəli xanın fəaliyyətidir. Bu testlərin də sonuna gəldik.